Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş Azərbaycanımızı tüm hürmetli yaşayan kardeşleri salamlayıram. Bugün 2 May 2025-ci il. Bərdə mal bazarından çəkilişimizə başlamışıq. Kardeşim abi elə bir yarı balalı. Dişi balalı da ha. Dişi balalı elə bir nəyi var. Bu neçənci qarındır? 5. 5-ci qarın. Sütü nə qədər? 6 litre. 6 litre. Balası neçə günlükdür? 20 günlük. Qiyməti? 23 2350. Hara malıdır bu? Allah xeyirli bazar versin. Ha, Aksaqqalıma belə bir inəyi var. Allah canını sağ eləsin. Bozqulaqlardan. Bozqulaqlardan. Abi. Neçənci qarında mı bu? 3-cü balasıdır. 3-cü balası. Balası nədir bunun? Erkək. Erkək. Neçə günlükdür bunun balası? 23 gündə olur. 23 gündə olur. Bəli. Sütü nə qədərdir bunun? Südü 9-10 litr. 9 balıyla, Ha. balıyla yoksa Yox, balası? balasız. Bir məməsindən savayı. Hara heyvandır bu Tərtər. heyvan? Qəhrəman tərtər. Bəli, qəhrəman tərtər. Salam olsun. O birisi də 12 min, o da 12 litr verir. O neçənci qarındır? O da 3-cü balası. O 3-cü. Ha, o da 35'e, bu da 35'e. 3 yarımla. Bəli. Tərtərin hansı kəndi? Güləbətli kəndi. Gülabətli. Yəqin ki izləyirsən bizi. Yəqin ki. İndi bazarla qapıla gələnə bir endirim eləyərsənmi? Yəqin ki onlardan, ha. Onun balası nədir? Onun için dişidir, bunu gerçək. Bu erkəkdir, o dişidir. Bəli. Eyni qapının malıdır. Yeni qapının malıdır. Bunların sütü nətərdir, yağlı azaldır? Super, ürəyin istəyən. Bunlar hamısı bir damazlıqdır. Yemlə o süt alırsan, yemsiz. Yok yok, yemsiz. Oh, Neçə gün oldu balaları? 25 gündür. Bu hardasa 12 gün. 12 gün oldu. 25 gün bu. Aha. Allah xeyirli bazar versin. Kardeşim bak belə bir inəyi var. Gördüğünüz gibi. Gözün, gözün. Bunun balası ne kadarlık ata? Bir aylık. Erkek, dişi? Erkek. Özel dersen sorttu. Ne kadar sütü var? 13. Ne senzi karın? 4. Kıymeti nedir? 3 milyon 300. Hara hayvandı? Arda. Ne güzel. Allah xeyirli bazar versin. Kardeşim abi belə bir dənə qəşəng bozaq qulağı var. Maşallah olsun. Heyvan cavan heyvandır. Dəyərli izləyicilərimiz. Yəni heyvana baxanda bilirsən ki nədir. Ben yani bu günləri yaşlı bir mala, yəni qoca bir mala cavan heyvan deyə bilmərəm. Ya heyvan ya ikinci qarındır ya 3. İkinci qarındır. Çünkü heyvana bakan kimi daha önce o kadar gözümüz alışıp ki bilirik nədir. Ama kişinin heyvanda söz yoktu. Balası da kişidir deyəsən. Kişidir. Neçə gündür bunun balası? 1 aydan artıq. 1 aydan artıqdır. Sütü nə qədər data? 58 litre. Baladan başqa? Yem verirsən bu heyvana? Yemşim alınır. Ne yem verirsən? Abone kepek. Aboynu. Köye bıraksan ne kadar süt verer? Göyde biraz artırardan bu. Bir 10 verer. Daha. Kıymeti nedir bunun? Kıymet 29. 29. Allah xeyirli bazar versin. Sağ ol, sağ ol. Kişinin yani heyvanla söhbət yoxdur. Baxdı göz qabağındadır. Yəni mən bu günləri yenə deyirəm.
Allah pazarını versin. Kardeşim bak böyle bir heyvanı var. Lan ne veremem. Düşmezsen rahat ol. O neçənci qarnı bu heyvanın? 4. Dördüncü. Balası nədir bunun? Dişi. Sütü nə qədər? Sütü. Balı ilə balasız. Balasız 9 litr. Qiyməti nədir? 28'e. Kardeşim öz kapı heyvanlığı, 4. qarındır, balası da dişidir. Gördüğünüz gibi. Allah xeyirli bazar versin. Gözəl də balası var. Bazar olsun. Ha. Kardeşim ha belə bir nəyi var. Bala bununkidir. Neçə aylıqdır o bala? 6 aylıq. Dişidir ha? Sırf damazlıq. Bu neçənci qarındır bu heyvanın? Altındaki ikinci. Üçüncüye de 5 aylık boğaz. Üçüncüyə 5 aylıqda boğazdır. Sütü nə qədərdir bugünkü gün? Gücücüğün arasında 7 litre ama körpeli baktığı doğanda 13 litre. Balıya verirsiniz yoksa? Ha, bana sütü yok. 6 aylıq balıya da ona ehtiyaç yok da süt. Yok emir de yine de yani. Qiymətin? Kıymeti o 3300. 3200'e. Belə o balıya nə verirlər? Aliye belə damazlıq kimi 1300. 1350, 1300. Allah xeyirli bazar versin. O 2 tane var. Kardeşim bak belə bir nəyi var. Üsülüye 2 tane mal var. Ne yaparsan? Hal-hazırda gördüğünüz gibi. Vay melli. Bana mekana. Bunlar satılır. Bu ikisi. Bu Bana ne sen çıkarıldı kardeş? Trafik kişi var ya orada. Komşu. Sort da balası. He onlara. Güzel kişi bu ne sen çıkarıldı? 4. balası da 14 litrede süt. Neden? Balıyla 14 balasız. Yağın beçara balasına versen 12 verer de yani belə. Belə mən eğdirməklə 14 litre süt verir. Balası su saxlayır. Balası dişidir. Dişidir. Ha, Neçə günlükdür balası? 2 həftəlikdə 15 gün. 2 həftəlikdir, 15 günlük. Qiyməti nədir? Qiyməti 3400. 3400 manat. Qəşəng sakit maldır. Əmcəyin yaxından çək. Təbiət maşallah. Bu ne səncə qarındı? Kardeşim böyle. Sen birinci qarın oxşur değil mi? Deməli sən verdin. Hadi oynaya biləcək, qala keçək. Ya sür o tərəfə biraz rol olsunlar. Bu da mənimdir. Birinci qarına düyədi, 7 litrdə süt oldu. Balası yetişir ha? Balası dişi. Ha, bunun balası dişidir. Yana, malları mindirək də, gəlib burada elə. Gəlib boğaz belə bindir. Gəlib. 2 dəqiqə bunun balını bura bindirək. Bunun balası nə qədərlikdir? Bunun balası 2 aylıq. Birinə bir düşməyir. 2 aylıq. Gözdə kəliyə alır. Kələ söhbətləri ilə görsən, sən bilmirsən o nədir? Kişmiş də qara ağa kişmiş o nə o? Yana, köməklə bir tane bindirəyəm malı. Allah xeyirli bazarını versin. Sen gelədənə gəlməsə yenilir. İnşallah. Ömrən var səndə. O gün verdiğin nömrədirsə ha. Ol 50. Tabii. 8. Qoy geçsin, qoy qoşulsun. Koy koşsun. Hə, olmuşunu qoyma. Neçə iləndir qiymətləri? O belə dursun. Aman öyle. Bəli, Min Allah 50 görür. ilə. Yox, yox, mümkün deyil. Yox, Allah deyir. Deməli, dəyərli izləyicilərimiz, tərtərdə bax kəsmə gedən kəlçələrimiz var. Sonra Deyirlər, ne deyirlər? ucarda heyvanlarımız var. Camış,
Ne? Buzoylarımız var. Bir de buradan qəssablara deyirəm. Malın ödündən çıxan daş alırıq. Öd daşı. Kimdə olsa nömrəmiz orada var. Selamünaleyküm. Kamera qalbasır be. Neçə iləndir qaqam? Ha? 1700 lira. Allah xeyirli bazar versin. Bu hafta heç besetkalarda mal yoktu. Boştu. Gördüğünüz kimi. Hələ saat 8. Olan da 5 tane, 3 tane belə. Sen adamlı olsan ben masallı talış balasıyam. Bildi. Ya sen ucuzarsan. Sen benim kafamı ucuzarsan. Niye? Güzel oğlan bazar olsun. Ne var ne yok. Neçəyinəndir qiymətlər? 11'de. 1100'lə. Niye pazarda mal yoktu? Aldı zəifdir qardaş. Yox, pazarda heyvan yoktu. Baha çox qıraqda baha gəzəcən idi. Gedir İmişlidən, nə bilim, qıraq yerdə Sabirabaddan saatdan alıb gətiririk. Bərdədə alıcı qüvvət zəif. Qıraq yerlərdə mal çox gəlir ürək. Ayrı dövlətlərdə. Gəlmir. Gəlmirsə bu xəstəlik burada niyə götürülmür yaxşı? Yani qıraq Qazaxıstan gəlmir, Dağıstan gəlmir. Gəlmirsə də götürülmür. Bugünkü gün sağ olanları deyirəm. Allah balansın. Dabaq qardaş bu Bərdə bazarına əçilmir. Nə ilə bağlı biz bilmirik. Ona görə qırağa çıxa bilmirik. 30 mal, 6-7 mal var. Allah hər birinizin ruzu bərəkətin versin. Çətindir qardaş, çətindir. Bu arada sağdan yıxılır.
Otun yemi düştü. Aynen biraz hediye yoktu. Neçədən deyirlər bunu? Belki seni like kastaya beğendim böyle yüzden az şeydir. Farizi çok sert, farizin içidir. Geldim gözüne. Genişlendirem. Ya ben bir tutun çok Dişidir hamısı. Görəm bunlar neçə deyirlər? Satılır. Bu neçə deyirsən qaqa? 880 lira. Bu neçə aylıq olar? 5 aylık. Öz qapı heyvanın olur. Xeyirli olsun. Sen işe. İşe. Hayırlı olsun. Görsün atacak adamlar. Aha. Tahir Piriyev. Mən Azərbaycan hər yerində olam, nəinki. TikTok'ta canlılaşmısan? Salamlayıram bütün sizləri. Kimində onlar? Kimindi bu? Bugün bazarda ordağa gedən yox vəziyyətindədir demək olar ki. Qaqa onu neçə deyirsən? Haradan 500. Bunu neçə deyirsən? Hazır. Bunu diyeceğim. Bunu yeterli ya. Dişidir ha? 750'ye. Xeyirli bazar olsun. Qaqa bunu neçə deyirsən? Bunu neçə deyirsən? Onu 11'e. 1100 ha? Bir de pazarda değil ama. Dana pazarda. 1100 olmaz, biraz yukarı olar. Koy çapa. Karası. Gözünde sen başka. Dişi danalardır bunlar. Neçə deyirsən bunları? Var 770 lira. Bunlar neçə aylıq olar? 5-6 aylıq. Allah xeyirli bazarlığını versin. Qaqa neçə deyirsən bunları? Cütün? Biri neçə ilə düşür? 875 lira. Bunlar neçə aylıqdır? 7 aylıqdır. Allah bazar versin. Qaqa bazar olsun. Məsələn, nə var, nə yox? Neçə iləndir? 40 neçə verir? Və belə dənə ilə satışı neçədir? 1000 manatlığını göstər görürüm bir dənə. 1000 manat.
Alıcılıq nətərdir bazarda? Süper, qəşəng. Allah xeyirli bazarınızı versin. Çevir Fatih'im abi sen sana özün dene. Sen ne veriyorsun? Sen ne istedin? Fikrim 50 idi. Allah olsun. Sen demedin. Daha o el. 50 istədim. O kime bak 3 tane mal mal. Ona ben olmaz. O çoğmal alıb, səndən mən çoğmal alım. Söhbət yok. Her hafta da alır. Al sənin mal olsun. Özdeci. Dermanı giymedi. Bu cep tapın getir. Allah bazarını versin. Değerli izleyicilerimiz, bu günleri Bərdə mal bazarından videomuzu burada da yekunlaşdıracağıq. İnşallah YouTube kanallarımıza abone olup like vermeyi unutmayın. Videomuzun sonunda video rolikleri olacak. Bakarsınız. Allah xeyir versin. Alana da satana da. Salam değerli izleyiciler. Her birinizin her vaxtınız xeyir, her birinizi hoş gördük. Ümumi Azərbaycanımızı bütün qürbətdə yaşayan qardaşları salamlayırıq. Gördüyünüz kimi biz bu günləri Qəhrəman Tərtərdə bax belə Boğurdaqda camış kəlçələri var. Ay maşallah olsun. Həqiqətən də doğrudan da gözəldir, gözəl qardaşlar. Qapanla satılır. Bax gördüyünüz hamısı camış kəlçələridir. Deməli, gözəl qardaşlar. Hal-hazırda üç, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 15, 16 dənə. Qapanla verilir qardaş. 6 manatdan. Diri çəkisi. Kesilir indi qabaq tərəfdən də çəkək. Qardaşın əlaqə nömrəsini qeyd edirik birbaşa. Qardaşla birbaşa əlaqə saxlayırsınız. Gözəl qardaşlar. Baxın. Hamısındakı partlama kök. Deməli qardaşın nömrəsi 050 665 62 66. 16 dənədir gördüyünüz kimi. Hamısı da partlama kök. Qapanla 6 manata. Həmən nömrənin WhatsApp-ı da var. Qardaşla birbaşa əlaqə saxlayırsınız. Gəlirsiniz, baxırsınız və kom şəkildə də satılır. 16 baş heyvandır. Keçirik qabaq tərəfindən çəkəcək. Baxın. Gözəl qardaşlar. Ünvanımız Qəhrəman Tərtərdə. Bu günləri qardaşın heyvanları bax burada hamısı göz qabağında. Heyvanlar hamısı balıq kimi, qəşəng partlama, kök. Allah alana da, satana da xeyir versin. Sabah inşallah bunu Bərdə mal bazarının videosunda da verəcəyik. Baxarsınız. Bölüm 1-i may. ...16 baş heyvandır. Hal-hazırda Qəhrəman Tərtər. Hamısı da partlama köktür. Kardeş bu videomuza atmıştı. Bu videoda danışmamıştı.
Gözəl qardaşlar. Hamısı bax erkəkdir, erkəkli dişilidir. 16 baş heyvandır. Biz orada nömrəni də dedik, qardaşın nömrəsini. Mənim gözəl qardaşlarım. Deməli 050 665 62 62 66 qardaşın əlaqə nömrəsidir. Birbaşa zəng edirsiniz gözəl qardaşlar. Ünvanımız Qəhrəman Tərtərdə. Eşq olsun xalqıma, millətimə. Allah xalqıma, millətimi qorusun. İnşallah da gözəl videolar sizlər üçün gələcək. Sağ ol, başına dönüm. Sən nə tərsən? Allah hamınızın çörəyini versin. İndi burada da çörək var. İndi bax gör bu çörəyə. Kameranı aç, kameranı. Salam dəyərli izləyicilər, hər birinizin hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Bax belə 30 baş danaçalarımız, buzoyumuz qalıb. Hal-hazırda Ağdam rayonu Çoğlan kəndində. Deməli gözəl qardaşlar, qiymətləri yerdə qalanlar 850-dən 1150-1200 arasındadılar. Çatdırılmamız var. 050 571 71 57 qiymətlər qardaş, yenə deyirəm. Südəmərlər var içəridə. Bax belə. 850-dən başlayır 1200-ə qədər. 25 günlükdən 2,5-3 aylığa qədər. Hal-hazırda bax görürsünüz maşallah. Qaqa, bunların hamısı sortdur. Bunun içində bir dənə Buyurub baxa bilərsiniz. Buyurub baxa bilərsiniz heyvanlarımıza. Buradadır. Deyən qız da buradadır. Biri buradadır. Üç dənədir, birini satmışam. İki dənə, biri qırmızı umudu satmışam, biri böyürməz. Bir də bunu satmışam. Kəmkilə gidəyim. Maşın aparırdım lan. Ödəyən çatdırma var da lan. Maşın aparır qardaş, maşın aparır. Pulun müştəri verir də. Baxır razılaşmada elə müştəri var ki, deyir ki, Buna baxın, görün. qardaş, sizdən 10 dənəsini seçib götürəsən, iriləri götürəsən də yəqin seçib. Hansı? Qaqa, mon içində, Quran atı Görün, bir dənə gözəl söz biləkli mal qoyuyor. var. Onlar hamısının arxaları bax, belə eynidir, bax. İndi inşallah gələsən, görəsən. Bax, arxalarını görsən. Angustur, bozaq qulaqdır. 10 dənəsini seçib götürəsən, 1100 ilə verəyəm. Deməyəcəm ki, Dəyərli izləyicilər, hər birinizin hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Görün nə gözəl buzoylardır. Ay maşallah olsun. 750-dən 900 manata kimi. 17 baş bax belə buzoylarımız var. İçində 2 dənə angus var. Bax biri budur. Bax biri bu. Biri də bax biri bu. Buradakı. Biri də bax budur. 2 dənə angus var. Qalanı bozaq qulaqdır. Qiymətləri 750-dən 900-ə qədər. 15 günlüyündən düz 1 aylığına qədər. Ünvanımız Ağdam rayonu Çoğlan kəndi. Əlaqə nömrəmiz 050 571 71 57. WhatsApp'da yazırsınız. Harada istəyirsiniz göndərə bilirik. Birbaşa. Ağdam rayonu Çoğlan kəndi. Bax, belə biri-birindən gözəl. Maşallah olsun. Ot da yeyirlər.
Salam değerli izleyiciler, her birinizin, her vaxtınız xeyir, hər birinizi xoş gördük. Bu günləri Ucar rayonunun nə kəndi? Cənaybəli kəndində bax belə camışlar, camış butaları. Opşum neçə başdı burada mallı zaddır? 45 tane camış malıdır. İrili xırdalı. 21 başda inək malıdır. Kom şəkildə satılır gözəl qardaşlar. Bax, hal-hazırda bu camışlardan yəqin ki sağlamları var. Sağlam da var, yetirən də var. Qardaş bunun hamısını kom şəkildə satır, təcili satılır. Deməli gözəl qardaşlar. Kom şəkildə. Bunu elə bir camışı ayrı, inəyi ayrı satmaq olar. Hamısını kom şəkildə. Ferma öz fermasının malıdır. Yəni qardaş hamısını kom satır. Kom belə gözəl qardaşlar 100.000 manat deyilir. Camışlı, mallı. Hal-hazırda gördüğünüz camış burada yəni qapıda da var. Yəni buradakılar camışlardır. Çölə çıxan bunlardır, qapılar xırdaları da var. Keçənilki balalar erkek danalar. Erkek dana neçədən olar? 2 dənədir. Bunların bu inəklərin sağlanı var. Nə qədər süd verir o sağlamlar? 4-5 litr süd verir. Deməli gözəl qardaşlarımız. Hal-hazırda bu camışların ən qocası neçənci qarındır? Neçənci qarına qədər? Ən uzağı 6-7 qarın doğanlardır. Bunu 100.000 manata deyirsən də kom şəkildə. Yəni onsuz bunu alanla satanın arasında bir razılaşma olur. Gözəl qardaşlar. Alan gəlsin, razılaşarıq. Hal-hazırda 60 baş dedin? 66 baş. 66 başlı irili xırdalı. 100.000 manata deyilir. Yəni aşağı yuxarısı var. Camışların ən çox süd verən nə qədərdir? 7 litr. Baxırda yeməyə lazım. Burada 8 litr süd verənin var da həmi? Var. O görürsən o dağda 2 dənələr. Aha 2 dənələr, hə. 2 dənələrdir. Aha. O neçə litr süd verir o 2 dənələr? Aşağısı 7. 6-7 litr. Mayın axırında doğacaq. Hamısı südlü mallardır. Əlaqə nömrəni denən mənim qardaşım. Elə qoy izləyicilər WhatsApp nömrəni, yəni işləyən nömrəni. Buradan vurğulayaq. 050 050 bəli. 546 546 01 0188 bəli bu isimlə. WhatsApp'ı var onun. WhatsApp 070 WhatsApp 070 nədir? 070 919 919 37 34. 37 34. Yəni istəyən qardaş gəlsin, qardaşın öz fermasının heyvanlarıdır. Südlü qəşəng camışlardır. Yəni kim alsa 20 dənə mal heyvanlı, inək heyvanı. 21 dənə. 66 başlı. Qalanlar camış heyvanıdır. Qabaqdan da çəkəcəm baxın. Bax bu da inəklərdən də var burada. Arkada da var inəklərdən. Hal-hazırda. Yəni səfələmə heyvanlar yayılıbdır. Otlayırlar deyin, gör nə gözəl yerdir. Sahədə bax belə otlayır heyvanlar. Heyvanlar da ki 4-5 litr. O erkek bala dedi, erkek dana dediğin neçə aylıqdır? Yaşdan yuxarı olan da var, 7 aylıq da var. İnəklər hamısı balalıdır. 6'sı balalı, 2'si boğaz. Qalanı bə? Subaydı. Erkek dana da var. Yani zorlan dişi danalar da var da karış kuruş. Yani opşu sayı 21 tane. Opşu sayı 21 dənədir. Buzoylu zadlı 21. Ha 50 xırdalı.
İrili xırdalı 21 dənədir. 45 dənə camış malıdır. Camışın içində neçə dənəsi bax bugünkü günü sağılandı. 6 tane sağlam. 12 dənəsi sağılır. İkisini nağda getirip o birler de mayın akıda oluyor. İkisi üçün getirib, o birilər də mayın axırı doğacaq. Yani sıralarında biri doğru. Sırağa gündə biri doğub. Doğuş başlayıp. Bir də bir sual verəcəm. Bu camışların neçəsi ana camışdır? O şey saymak. Diğer böyle bilmirəm ama diğer saymak lazım. 20'den yukarıdır. 20-dən yuxarı ana camışdır da. 20-dən yuxarı. Bu da keldir. Çaldı bu. Neçə aylıqdır bu? 1 yaş var. Yaştan kötü. Yaşdan keçir. Toxumluq. Tumluqdur ha. Akmıyorum mallar. Elə bir dənə budur tumluq içində erkək. 2 tane hediye olmuşsa sattım o diyanmıyor. O birisini satdığınız dayanmır. Bunların südü necə? Ama özü bir aydan ay yarımlık falan. Bu gördüğüm bir camış. Ay yarımdı doğub ha. Aha. Üçüncü qarnı. Camışın kəsəs gördü də görməsə. Bizde de şerait yok. Buradan camış almış. Bir də qardaşım, bunu satmaqda yəqin ki fikrin ciddidir da yəqin. Elbette dünya olmadı. Bunu satmaqda məqsəd. Baxın bu- Reaksiyon olur ki, vanın axırımız yoxdur. Özüm 3 ildir bunlar özüm güdün amma bu çöldə. 3 ildir özün güdürsən. 3 ildir özüm güdürəm. Güdən yoxdur. Sonra sağan da yoxdur. Sağda tapıb olmuyor. Mən təkəm çatdıra bilmirəm. Tək əldən sət çıxmaz. Yəni bunun altına da özüm baxıram. Otuna da özüm baxıram. İndi mən ot alınmalı, deyib sahələrə gəzməliyəm. Bunları qopub gedə bilmirəm. Bir nəfər lazımdır ki, bunlara baxa. Bəli, kömək lazım yox. Bəli qardaş. Mən də yoruluram da, çox yoruluram. Özüm də yoruluram. Saxlayacağım, yəni bunların içində 3 dənəsi saxlayacağım özümə, qalanı qoyacağım. 3 dənəsini saxlayırsan. İndi bəlkə onda alan adam dedi ki, mən hamısını alıram qardaş. Heç. Yox, mən dediyim sayda 4 olmuşdu. 66-dan əlavə olmuşdu. Sən 66-dan əlavə 3 dənə Mən on satdıq olan malım olmalı 72 başlı. Onun 6'sını saxlayıram anamalı özümə. 72 başlı, 6-sını saxlayırsan özünə. Anabalar 3 ana 3 mal özümə saxlayıram, 66'sını satıram. Ha, nə gözəl. Çünki biz özümüz yavuş əvəzləri, həm də ki camışın ağacını xoş deyirik. Onun dərdindən bir saxlayırıq o malları. Yoxsa ki, indi qramı camış saxlamaq çətindir. Vurmağı zalı necə buna? Valla gelinim var, valla gördüm ki. Bu yel nə qədər vaxt avcı? Adeta bir ay çəkdim, mayın 12'də doğmalılar. Onun özü də o boğazdır, yine de o da. Mənim bir qonşum Mayın axırı olcamış doğmalılar. de o ha. Yəni çoxsu mayın axırı, mayda bunlar doğub tutacaqlar, keçən olacaqlar. Bunu elə bir ki, yəni belə tək-tək yəni satmırsan da. Pulu dağılacaq. Kom satmaqda fikrin oldu ki, yəni kom satarsan, bəli. Neçə ildə artırıb, bəhrində görəsən. Allah ruzi bərəkətinizi versin. Gözəl qardaşlar. Vallahi yəni dosta qardaşa veriləsi heyvandır. Qardaş özü də. Saf mallar da. Yəni alver, nə bilim bu, yox. Yəni birbaşa öz malıdır qardaşın. Öz bağlardan seçib saxladım. Seçmə hamısı dənə və dənə qardaşım öz təsərrüfatıdır. Yəni bunun içində çıxdaş olan bütün nə varsa hamısını yəni Yox, cəbədə çıxdaş mal. yoxa çıxardıb qardaş. Yəni qoca mal yoxdur. Nə elə olsun, problem mal yoxdur. Burada yəni bir də Yəni gəlin, baxın. Deyirik 66 başlı inəkli zaddır. 45'i camış heyvanıdır, 21'i inek heyvanıdır. 100.000 manata deyilir, indi aşağı yuxarısı olar, qardaşla danışın. Südləri də ki, nə bilim, yəqin ki, neçə litrdən başlayır. Valla bunlar yəni yeməkdən asır. Baba Yox. gördüyünüz yerdə otururlar. Aşağı 4-5 süt verirlər, amma qapıda otlarım verirəm. Yem verirəm, yalan verirəm. Yem versən nə qədər? Yem verirəm, vaxtında yaxşı süt verirəm. Çatdırıb verə bilmirəm. Bütün gün çöldə olan. Qapısına gelib başlarını bağlayıb. Əlaqə nömrəsi 050 qardaşım, bir daha vuruyuram. Molalli Ha, 546
546 546 0188 və 070 WhatsApp nömrəsi. 919 37 34. Buyurub baxa bilərsiniz. Ucar rayonunun Gəraybəyli kəndi. Aynı nəsə əlavə eləmədiyin sual varsa, yəni edə bilərsin. Xeyirli uğurlu olsun. Allah xeyirli bazar versin. Bax gözəl qardaş. Bax. Düyalar da bax bağlayıbdı ki, bunlar burada. Bunlar erkəkdir. Həmən o 66 başın içində. İndi o biri xötəklərini də çəkəcəyik, baxasınız. Bax ki, bunlar burada kim bağlayıb ki? Təzə bağlayıb. Bu da erkəkdir biri. O biri erkək də budur, hə? Bax, bu da erkəkdir. Burada deməli neçə baş var? 6 baş. Gözəl. Hamısı onun içindədir. Bax, bunlar sağlamların balasıdır, bax. Gözəl insanlar. Bax, bunlar sağlamlar. O çöldə olan sağlamların balasıdır. Sahədə çəkdiyimizdir. Burada neçədən nədir? 11 dənədir. Cəmsi 66 baş heyvandır. Buradan başqa bir yerdə var. Çöldə var, o illər çöldə. Biriləri çöldədir. Onları da göstərəcəyik. Burası budur, hə? Biri burada. Sırağa gül olan. Ne gözəl. Erkəkdir? Dişidir. Bu da erkəkdir. Bu neçə günlükdür? Bir aylıq. Gözəl. Deməli gözəl qardaşlar. Bunlar da keçənkidir, qurulanlar. Bax, o hamısı o gəlmiş heyvan analarının yanında olan çəkmişdik sahədə. Bax. Onların yəni balaları keçənki. Bu ilkilər də çəkmişik. Opşum qardaş 66 baş heyvandır. 21 dənəsi maldır. İnək malı. 45 dənəsi camış malıdır. Allah xeyir versin. Belə də 100.000 manata deyilir. Opşum razılaşma yeri var. Allah xeyir versin. Çox. Qardaş, nəsə əlavə sualın varsa buyur. Allah xeyirli bazar versin. Əlaqə nömrəsi də ki orada var.